Salam Əmlakçı kanalının izləyiciləri, bugün sizə növbəti bir videonu təqdim edirəm. Bu videoda mən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasının dəyişdirilməsi problemlərinə toxunacağım. Onunla bağlı son vaxtlar suallar çoxalıbdır. Ancaq ondan əvvəl bir düzəliş eləyim. Bir neçə video əvvəl mən ehtiyat fondu kateqoriyalarının, ehtiyat fondu torpaqlarının kateqoriyasına aid olan torpaqların kateqoriyalarının dəyişdirilməsi barəsində bir video çəkmişdim. Orada deməli mənə məlumat vermişdilər ki, ilkin olaraq ərazi idarələrinə müraciət edərək həmin torpaq sahələrinin, yəni ehtiyat fondu torpaqlarının kateqoriyaların dəyişdirilməsinə nail olmaq olar. Ancaq bir dəqiqləşdirmə eləyək ki, ilkin müraciət mütləq bu portal vasitəsindən olmalıdır. Yəni yanvar ayından fəaliyyətə başlayan portal vasitəsindən ehtiyat fondu torpaqları kateqoriyasına aid olan torpaqların da sahibləri, əgər xüsusi mülkiyyətdədirsə, özləri həmin portal vasitəsindən müraciət edirlər. Onlara mənə verilən məlumata görə fərdi yanaşılır. Yəni baxırlar, torpaq ehtiyat fondundan hansı səbəblərlə vətəndaşın xüsusi mülkiyyətinə verilib. Bəziləri üçün kateqoriyanın dəyişdirilməsi üçün yenidən ərazi idarələrinə yönləndirmə olur. Digərləri isə əmlak xidməti tərəfindən sənədlər toplusu hazırlanaraq Nazirlər Kabinetinə yönləndirilir. Yəni bunu düzəliş ona görə eləyəm ki, ehtiyat fondu torpaqları olanlar da ilkin müraciəti portal vasitəsindən eləyirlər. İndi nümunə də göndərəcəm. Bu nümunələrdə məsəl üçün bax görürsünüz. Burada vətəndaş müraciəti göndərib, buna qeyd ediblər ki, 13 saylı Şirvan ərazi idarəsinə əricə ilə müraciət etməyiniz tövsiyə olunur. Yəni bu vətəndaşı yönləndiriblər ərazi idarəsinə ki, bunun kateqoriyasının dəyişdirilməsini yerində də həll etmək olar. Ancaq yenə deyirəm, ilkin müraciət mütləq portal vasitəsindən olmalıdır. Gələk, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi problemlərinə. Bizim o videolarımızdan sonra vətəndaşlarımız çoxlu müraciətlər ediblər. Mən bəri başdan vətəndaşlarımıza nə edeyim? Bir də görürsünüz ki, dağ rayonlarımız olsun, aran rayonlarımız olsun, fərq etməz. Müraciətlər daxil olur ki, müəllim, mənim 50 hektar torpaq sahəm var kənd təsərrüfatı üçün, 30 hektar torpaq sahəm var kənd təsərrüfatı üçün. Mən bunların kateqoriyasını dəyişmək istəyirəm. Bəri başdan deyim ki, siz özünüzü bu məsələdə yormayasınız. Yəni, xüsusi mülkiyyət olsa belə, yaşayış məntəqəsindən aralı, kənd təsərrüfatı üçün yararlı torpaq sahəniz varsa, 50 hektar, 30 hektar, mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, sizə onların kateqoriyasının dəyişməsinə icazə verilməyəcək. Çünki mən anlayıram, fermer təsərrüfatla məşğul olmaq, kənd təsərrüfatla məşğul olmaq çətin işdir. Ancaq hamı rayonlarda torpaq sahəsini açsın, gəlsin, Bakıda ya taksi fəaliyyətinlə məşğul olsun, ya belə deyək, inşaatda fəaliyyətçilik eləsin. Bu düzgün hal deyil. 50 hektar torpaq sahəsi, 30 hektar torpaq sahəsi Avropalı bir fermerin arzulayacağı torpaq sahəsidir ki, mən burada ailə fermer təsərrüfatımı yaradım. Azərbaycanlılar isə deyir ki, mən 50 hektar torpaq sahəmi kateqoriyasını dəyişdirim. Bəzi Azərbaycanlılar dedi. Mən ondan afrem evlər tikim, daş evlər tikim, verim kirayə, turizm məqsədi ilə istifadə edin və ya özüm üçün ev tikim. Bu düzgün yanaşma deyil. Azərbaycanın torpaq fondunun 70% hardasa kənd təsərrüfatına yararlı torpaq sahələridir. Və bu torpaq sahələrinin qədrini bilmək lazımdır, onlardan istifadə etmək lazımdır. Yox, istifadə etmirsinizsə, siz onu müvafiq insanlar hansı ki, kənd təsərrüfatında məşğul olmaq istəyin, onlara icarəyə, istifadəyə verə bilərsiniz. Bəri başdan deyim ki, siz bu böyük ölçüdə yaşayış məntəqəsindən aralı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün özünüzü yormayasınız. Torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə kim cəhd etsə, onun müsbət cavablanma ehtimalı var. Mən yenə vurğuladım. Bu məsələdə şəhər salma
ərazinin baş planı, şəhərin baş planı mühüm amildir. Yəni, təsəvvür edin, Abşeron yarımadasında vaxtilə 100 hektarlarla, 1000 hektarlarla torpaq sahələri olub ki, kənd təsərrüfatına yararlı torpaq sahələrdir. Ancaq Bakı və onun ətrafının 2040 baş planı təsdiq olunubdur və o baş planda bu ərazilərdə, bu ölçülərdə böyük fermer təsərrüfatları, kənd təsərrüfatı üçün yararlı torpaq sahələri nəzərdə tutulmayıb. Məsəl üçün, mənim əlimdə vətəndaşların müraciətləri var. Keçmiş Ramana Südçülük Savxozunun ərazisindən və ya Abşeron rayon Məmmədli qəsəbəsindən vaxtilə burada torpaq sahələri olubdur, kənd təsərrüfatı təyinatlı torpaq sahələri. Ancaq bu torpaq sahələri indi faktiki olaraq yaşayış məntəqələri torpaqlarının daxilindədir demək olar. Qəsəbələr salınıb, evlər tikilibdir. Faktiki burada yaşayış məntəqəsidir və Bakının baş planında da həmin ərazidə əksəriyyətində yaşayış məntəqələri kimi nəzərdə tutulub. Bu insanların torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün şansları çox böyükdür. Məsəl üçün, bu vətəndaşımız müraciət edibdir Ramana Südçülük Savxozundan. İndi mən onun şəxsi məlumatlarını gizlədim. Bu adama belə bir cavab yönləndirib ki, deməli, yeni yaşayış məhəllələrinin salınması, şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onların inzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədi ilə ərazi planlaşdırılması sənədlərinin burada qeyd olunur. Ümumi baş və müfəssəl planların, onlarda dəyişikliklərin olunması, təsdiq edilməsi, həmçinin yaşayış məntəqələri torpaqlarına aid olmayan torpaqlarda salınmış faktiki yaşayış məsələlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti olduqda, dəyişdirilmənin əsaslandırılması müvafiq icra hakimiyyəti və aidiyyəti bələdiyyə tərəfindən həyata keçirilməlidir. Digər cavabı da burada yazıblar. Bu vətəndaşımız da Məmmədli qəsəbəsindən göndərib. Ona da eyni cavabı yazıblar ki, müvafiq icra hakimiyyəti və aidiyyəti bələdiyyə tərəfindən həyata keçirilməlidir. Yəni, bu vətəndaşımızda digər çatışmazlıqlar var, ancaq bu vətəndaşlığımızda yeganə səbəb kimi bunu göstəriblər. Bu imtina da deyil. İmtina olsaydı vətəndaş məhkəməyə müraciət edə bilərdi. Bunun özünlə də iddia qaldıra bilərsiniz ki, yəni əsaslandıra bilərsiniz ki, məhkəmədə bu mənim xüsusi mülkiyyət sahibi olaraq torpaq sahələrinin kateqoriyalarının aid edilməsi, onların bir kateqoriyadan digərindən keçirilməsini prezident deməli 28 sentyabr 2024-cü ildə 201 nömrəli fərmanla bax belə bir təsdiq edibdir yeni qaydaları. Vətəndaş olaraq mənim hüququmdur ki, bu qaydalara da əsaslanaraq məhkəməyə müraciət edə bilərsiniz. Ancaq məhkəməyə müraciət etməmişdən əvvəl mən sizə bu sənədlərdə yazılan kimi fərdi olmayaraq, yəni kollektiv olaraq, fərdi də ola bilər. Ancaq təsəvvür edin ki, bir məhəllədir. Məhəllənin vaxtilə olub kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Bu məhəllədə indi 10, 15, 20 nəfər ev tikibdir. Bu sizin ümumi belə deyək, probleminizdir. Xüsusi mülkiyyət olan evinizi qeydiyyata aldırmaq istəyirsiniz, kateqoriya uyğun olmadığına görə evinizi qeydiyyata aldıra bilmirsiniz. Mütləq kateqoriyanı dəyişdirmək lazımdır. Yığılırsınız məhəllə şəklində, küçə şəklində, ərazidə yerləşənlər. Bir kollektiv müraciət edirsiniz. Burada yazılan kimi müvafiq icra hakimiyyətinə və ya bələdiyyə deyirsiniz ki, dövlət qurumu, əmlak xidməti bizə deyir ki, əsaslandırmanı siz işləməlisiniz. Siz onlardan cavab tələb edin. Vətəndaş olaraq bu sizin haqqınızdır. Bir dövlət qurumu deyir ki, əsaslandırmanı bələdiyyə və ya digər dövlət qurumu icra hakimiyyəti etməlidir. Siz bu məktublara istinad edərək həmin dövlət qurumlarına müraciət edin, onlardan vəzifələrini icra etmələrini tələb edirsiniz. Yəni, əgər bu dövlət qurumu deyirsə ki, bu həmin qurumların vəzifəsidir, bu məktubu istinad edərək yerli icra hakimiyyətinə paralel olaraq bələdiyyələrlə müraciət edin. Bu qurumları işlətmək lazımdır. Onlar vətəndaşların problemlərini həll etmək üçün yaradılan, bələdiyyələr isə seçilən qurumlardır və bu vətəndaşların problemlərinin həllinə köməklik etməlidirlər. Yox, bu yolu seçmirsinizsə,
Yenə deyirəm, imtina sayılmasa belə, siz bu sənədlər əsasında məhkəməyə müraciət edə bilərsiniz. İnzibati məhkəməyə müraciət edirsiniz, ərazi üzrə bu məktublara istinad edərək, bu cavab məktublarına istinad edək ki, xüsusi mülkiyyət sahibi olaraq kateqoriyanın dəyişdirilməsini, prezidentin məlum fərmanına da istinad edərək ki, vətəndaş olaraq bu sizin hüququnuzdur, lakin dövlət qurumu sizin ərizənizi qəbul edib digər qurumlara ötürmür, onunla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinin problemləri haqqında qısa olaraq bunu demək istəyirəm. Əlavə nə sualınız olsa, WhatsApp üzərindən, xahiş edim zəng vurmayasınız WhatsApp üzərindən. Çünki bəzən olur elə iş şəraitində oluruq, elə yerdə oluruq, zənglərə cavab verə bilmirik. Ancaq WhatsApp üzərindən 051 874 95 34 nömrəsinə suallarınızı səsli və yazılı şəkildə göndərin. Ən yaxın müddətdə imkan düşdükcə mən bütün sualları oradan demək olar ki, cavablandırıram. Həmçinin sosial şəbəkələr, YouTube, TikTok, Instagram, Facebookda əmlakçı kanal var. Oradan suallarınızı da yönləndirə bilərsiniz. Videoları bəyənin, paylaşın ki, digər insanların da bu problemlərin həlli yollarından xəbəri olsun. Qarşıdan xalqımızın gözəl bir bayramı gəlir, yurdumuza yaz gəlir, bahar gəlir. Novruz bayramınızı təbrik edirəm. Novruz yeni gün deməkdir. Hər yeni gününüz xeyirli, uğurlu olsun. Növbəti videolarda görüşənədək hələlik.